Mənim musiqi nəfəsim soy kökümün danışan səsidir. Talib, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Mən Talib Ələsgərov, Ələsgəroğlu Talib Tayli ləqəbi ilə tanınıram. Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçə rayonunun Ağkəsə kəndindən anadan olmuşam. Aşıq Ələsgərin kötücəsiyəm. Bizim nəslə Alməmməddilər nəsli deyiblər. Alməmməd Aşıq Ələsgərin atası olub. Və o kökdən gəlirik, o kökdə şairlər çoxdur. Alməmməd kişinin özü də şeir yazan olub. Oğul Aşıq Ələsgəri də bütün dünya tanıyır. O cümlədən nəslimizdə bir neçə tanınmış insanları var. Aşıq Ələsgərin nəvəsi İslam Ələsgər, filologiya elmləri doktor olub və Aşıq Xaqverdi. Eyni zamanda adını daşıdığım Aşıq Ələsgərin kiçik oğlu Aşıq Talib və digər şəxslər olub. Talib, orada doğulmusunuz və o illəri necə xatırlayırsınız? Bəli, Göyçə mahalının Ağkəsə kəndində doğulmuşam. Çox yaxşı yadımdadır. Yəni, çox şey yadımdadır. Hal-hazırda kəndimizə gedib ora düşsəm, çox yaxşı şəkildə hər yer tanıyıram ki, hər yer gəzə bilərəm. O illər, əlbəttə, uşaqlıq xatirələri hər kəs üçün şirindir. Mənim üçün də çox rəngli görsənir. Bizim kəndimizin kənarında yerləşirdi bizim evim, kəndin düz qıraq tərəfində. Orada Aşıq Ələsgərin həm öz qəbri var idi, ondan başqa da kəndin içində bizim tayfaya aid olan bir qəbristanlıq vardı. Bizim ev onun yaxınlığındaydı. Aşıq Ələsgərin məzarı da orada yerləşirdi. Və xatirimdədir ki, orada uşaq vaxtı orada oynayırdıq. Həmişə elə vaxt orada, gecə vaxtı oradan bibim ilə gedib gəlirdi. Bibim uşaqlar bizdən həm yaşlıydı, oradan oynayırdıq. Gələndə heç qorxmurduq o qəbristanlıqdan keçəndə. Orada dayanırdıq, çox normal gəlirdi bizə. Sonra çaya gedirik, Süsən çayı var idi. Kəlbəcər tərəfdən gəlirdi, səhv eləmirəmsə. Süsən çayında gedirik çimməyə. Göbələk yığmağa gedirdik, çox böyük, iri göbələklər. Mən burada rast gəlməmişəm elə göbəklərə. Müəyyən bitkilər var idi, keçməmə deyirdik, koyuq deyirdik. Nə bilim, müəyyən adları var ki, onları heç burada mən rast gələ bilməmişəm. Məhz elə bil ki, bizim kənddən o Göyçədə o tərəfdə yetişirdi. Sonra Piçinə gedirdilər kişilər. Mən yadıma gəlir, uşaq idim, balaca vaxtı. Hamıdan tez dururdum ki, mən də gedəcəm Piçinə. Dağlara, Piçinəyə gedirdilər, ot biçməyə. Çox həvəsli idim ki, yox, mən də başdan dururdum ki, mən də getməliyəm mütləq. Ağlayırdım ki, mütləq mən də gedim. Gedirdik ot biçinə. Və çox maraqlı gəlirdi mənə. Qoşulmaq istəyirdim, mən də kişilərdən bir yerdə böyük kişilər. Mən də kömək eləməyə çalışırdım axşama qədər, heç yorulmaq bilmədən. Yəni, zəhmətkeş bir mühit idi. Və çoxlu, sentyabr ayından demək olar ki, axırdan qar yağırdı. Elə orada qarın içində batıb qalırdım. Qaz falan yox idi, meşə də o tərəfdə elə yox idi, amma əsas yaylaqlar idi. Daş kömürü yandırırdıq, odun peçib. Yəni, payızda yandırdığımız peç yaza qədər yanırdı həmişə, mütəmadi şəkildə. Havalar da çox soyuq keçirdi. Qar çox olurdu, batırdıq qarın içində. Elə vaxt olurdu, tamamən elə yığılırdı ki, qar içində batası hala gəlib çıxırdıq. Bir də orada nə var idi? Ən çox qonaqpərvərlik o qədər yüksək səviyyədə idi ki, biz Azərbaycandan gələn, Arandan gələn deyirdik. Arandan kimsə gəlib, Arandan gələn olanda bir tamam başqa bir atmosfer olurdu. O qədər hər kəs qonaq dəvət edib saxlamağa çalışırdı. Hər bir evdə ayrıca bir qonaq otağı vardı. O otağa biz girə bilməzdik. Uşaqlar üçün ora biraz belə həmişə maraqlı gəlirdi ki, qırmızı böyük yastıqlar, sürüşkən döşəklər ki, qonaqlar üçün elə bir xüsusi, hər evdə elə otaq var idi. Babam gəlin evinə get-gəl çox idi qonaqlar. İndiki, necə deyək ki, bir çox tanınmış şəxsiyyətlərdən orada qonaq olub, uşaq vaxt görmüşəm, yadıma gəlir. Məmməd Aslan, Xəlil Rza, çox insanlar, yadıma indi tam düşmür, çox şəxsiyyətlər gəlirdi. Babam ilə qonaq olurdular, süfrə açılırdı, saz söz məclisi olurdu, danışırdılar. Çox maraqlı gəlirdi, kənardan biz də baxırdıq. Yəni, orada böyük-kiçik yer özdə həddən artıq çox ciddi rəyat olunur ki, yəni uşaq sakit durmalıdır, qonaq gəlsə kənarda belə uzaqdan seyr eləməli idi. Belə çox danışmaq olar. Danışdıqca yavaş-yavaş adam yadına düşür belə o xatirələr. Ən unutmadığın xatirə hansı xatirədir ki, o hələ də silinmir? Sırf ən unutmalı, ümumiyyətlə çoxdur xatirələr, yəni
Amma ən unudulmaz mənim üçün bir an var ki, oranı tərk edib gələndə qarlı hava, ardıcıl çovğun havalı, çovğunlu günlər var idi. Heç bir məlumat da yox idi ki, nə baş verir, nə bilərik. Biz sadəcə olaraq rayon mərkəzinə əlaqə tamam kəsilmişdi. Məlumatlar çatır ki, hansısa kəndləri yandırırlar, neçə nəfər öldürdülər. Belə hər kəs biraz da bilmirdi, panika var idi ki, nə baş verir. Elə oldu ki, günün bir gün hava açıldı, gün çıxdı və elə qəflətən birdən dedilər ki, bir maşın çıxır, bir UAZ maşını idi. Tez nə gəldi əlimizə bir balaca, nə çox ilk dəfədir ki, mənə belə görülmədi tutub. Deməli, yadımdadır ki, çıxdım damın üstünə, bizim evin üstünə. Dam deyirdik, arxa tərəfdə pəyə var idi, onun üstünə çıxdım və dedim, 6 yaşım var idi, dedim, 7 yaşım. Dedim, bir son dəfə seyr eləyim buranı. Bilirdim ki, geri qayıtmaq çox uzun məsələ, çətin olar. Bir pişiyim vardı, onun səsi gəlirdi, onu axtarırdım. Tapa bilmədim, elə gəldik, hər şeyimizi qoyduq, eşiklə. Birazdan istəməzdim bu şəkildə olsun. Çox danışmışam bu barədə, amma ilk dəfədir ki, mənə belə qəhər gəldi. Bəlkə də o ümid var ki, yenidən orana gedib görəndə həmin haradakı çıxıb baxmışdım, o mənzərəni yenidən görmək mənim üçün dünyada ən xoş gün olar yəqin ki. Və inanıram ki, o gün uzaqda deyil. Çox çətin günlər. Sadəcə olaraq nəyə görə məni biraz qəhər boğdu? O vaxt ki, o dönəmdə yaşadıqlarımı sanki bir anlıq yaşadım. Heç vaxt bu dərəcədə danışan da yenidən onu yaşamamışdım. Çox gərginlik var idi. Mənim də 7 yaşlı bir uşaq, bazım körpə idi, fikirləşirdi ki, yolda başımıza nə gələcək? Əzizmə gəlib. Adam yaşadı olduqca biraz kövrəkləşir və əvvəllər də bu arada danışmışam, amma heç vaxt belə qəhərlənməmişəm. Daha hissiyatda olursan. Belə də bu qədər. Yəni, davam edə bilərik danışımıza. Ora ilk qədəm bastığınızda, xəyalınızda təsəvvürünüz və ilk edəcəyiniz şey nə olar? Elə ilk edəcəyim, bayaq məni qəhər boğan vaxtda ki, o hissiyatları yaşadım. Bizim evin arxasında, bu damın üstündə, arxada düzəni çıxırdı ora rahat. Oradan bir seyr elədim, Zodkən də görsənirdi. Bütün bax, belə açıqlıq idi, Göyçənin kəndləri görsənirdi. Kəndimizi bir seyr elədim və həmin vaxt düşünmüşdüm ki, görəsən nə vaxtsa yenə görə biləcəm buranı. Əslində 7 yaşlı uşaq bir o qədər də gəl fərqinə varmazdı. Mən fərqində, çox fərqinə vardım ki, nə qədər bu baxış, nə qədər ciddi bir baxışdır bu seyir. Və həmin seyri yenidən eləmək istəyirəm inşallah. Və inanıram ki, olacaq. Mən hətta təsəvvür edəndə artıq qəhər məni boğur inşallah. Oradakı pişiyin səsi hələ də qulağınızda. Hə, tapa bilmədim. Həm o, həm də ki, nəinki bütün mal heyvanlarımız, hər şey təsəvvür bir anda gəlib deyirlər ki, bir maşın gəlib, bir tər yerləşmə, əlləyə nəsə keçdi, bir balaca nəsə götürə bilərsən. Mal heyvan saxlayırdıq, quzular, danalar, buzovlar, bilmirik, onlar acından öləcək, necə olacaq, hər şeyi o anda ortacı qoyub gəlirik. Gələndə bir mənzərə var idi, orada mənim hətta sinif yoldaşlarım vardı, gördüm bir ikisi, onlar qabaqlarda mal heyvanı qatıb aparırlar piyada Kəlbəcərə, qara bata-bata, uşaqlar belə o mənzərə ilə gəlirdilər. Ağır mənzərə idi. Çox şükürlər bu günümüzə ki, günlər arxada qalıb. Köçər ellər düşər səndən aralı, firqətinlə göllər gizin saralı. Ələskər Məcnun təkardan aralı, Ələskər Məcnun təkardan aralı, gəzirsən də dərdli, məlalı dağlar, bəlalı dağlar, dağlar,
Dağlar. Biraz qəhərdən sonra bunu ifa eləmək yenə də qəhər boğur inşallah. Dağlar demişkən, biz tərəfin dağları həqiqətən lalələr, nərgizlər yaz vaxtı elə bir oyanış olurdu ki, çünki qar çox olurdu. O oyanışdan sonra bir an o dağlar da gözümün qabağına gəldi. İnşallah bu dağlara da gedərik.